Bismillah, elhamdülillah, və salatu və selamu alə rasulillah, əmmə ba'd. Sual verilir ki, metroya və avtobusa mindikdə və ya toplu insan olan yerlərdə Əsselamu aleyküm demək caizmi? Çünki Allah Rasulunun sallallahu aleyhi və sələm sünnəti müsəlman topluluğa salam aleyküm deməkdir. Ümumiyyətlə, topluma yəni salam vermək caizdir və hətta sünnədir. Sadəcə yəni fərqli olaraq yəni topluma və yaxud da məclisə gəldiyi zaman salam verilir, amma əllə musafaha deyilir ona, görüşülmür. Musafaha olmur. Amma musafaha isə hansı ki musafaha haqqında, əllə görüşmə haqqında hədis gəlmişdir. Yəni ki, müsəlman qarşılaşdığı zaman musafaha edərsə, əllə görüşərlərsə, yəni gün onlar ayrılana qədər günahları tökülər. Amma məclisə gələrkən, Şeyxülislam Rəhiməhullah da deyir ki, məclisə gələrkən sadəcə salam sözlə salam verməkdir. Yəni bir-bir belə görüşmək gəlməyib. Və həmçinin Şeyx Əlbani Rəhiməhullah deyir ki, yəni ondan da daha yəni şiddətli olan görüşərkən hər kəsə ayrıca Əsselamu aleyküm demək. Yəni birinci topluma salam verir, sonra musafaha etdiyi zaman, yəni əllə görüşdüyü zaman hər kəsə Əsselamu aleyküm, Əsselamu aleyküm, Əsselamu aleyküm belə deyilməsini Şeyx Əlbani Rəhiməhullah yəni bidət olduğunu gətirir.